Hər birinizi xoş gördük. Əziz müəllimlər və abituriyentlər. Bildiyimiz kimi bugün 12 iyun 2026-cı ildə artıq ikinci cəhdin imtahanı baş tutdu. 4-cü qrupların biologiya sualları ilə qarşınızdayıq. Etalon cavablar hələ çıxmayıb, lakin sizlərə kömək məqsədi ilə biz etalon cavablardan əvvəl cavabları sizə təqdim edirik. Cavabları isə sizə təqdim eləmək istəyirəm mən, Şəlalə İbrahimova. Gəlin birlikdə suallara baxaq. Bəzi PDF-də bəzən bulanlıq hissələr var, amma siz sualın nədən getdiyini artıq öz sual kitabçanızla uyğunlaşdıranda biləcəksiniz. Ona görə gəlin suallara başlayaq. Cədvələ əsasən yanlış ifadəni müəyyən edin. Əvvəlcə baxırıq. X xəstəliyi hormon çatışmamazlığı zamanı əmələ gələn xəstəlik miksedemadır. Deməli, burada hansı hormon? Bu qalxana bənzər vəzi olaraq biz bura qalxana bənzər vəzi yazmalıyıq. Akromegaliyadırsa və hormon çatışmamazlığından yaranan bir xəstəlikdirsə, hipofiz vəzidən söhbət gedir. Şəkərli diabetdirsə, məədaltı vəzidən söhbət gedir. Gəlin baxaq və sizə bildirək ki, yanlış ifadələri müəyyən edin. X vəzisinin ifraz elədiyi hormonlardan birinin çatışmamazlığı uşaqda ağıl kəmliyinə səbəb ola bilər. X vəzi qalxana bənzər vəzidir və uşaqlarda çatışmamazlığından doğrudan da nə idi? Kretinizm xəstəliyi əmələ gəlir. Amma mən yanlış axtardığıma görə harda bir cavabları var silirəm. Beləliklə, öd Z ifraz etdiyi fermentlərin işini fəallaşdırır. Deməli, öd deyir ki, məədaltı vəzin ifraz elədiyi fermentlərin işini fəallaşdırır. Doğrudan da məədaltı vəzin fermentlərini nə fəallaşdırır? Öd fəallaşdırır fikri doğrudur. Biz nəyi tapırıq? Biz yanlış fikirləri axtarırıq. Ona görə davam eləyirik və növbəti suala keçirik. Yəni, bu da doğrudur. 2. Harda 1 və 2 varsa silim. 1 və 2, 2, 1. Yenə 3-4 yoxsa 3-5 cavabını seçməliyik. Xatırladım ki, yanlış olan bəndi axtarırıq. Y vəzisi bioloji saat rolunu oynayan vəzi ilə eyni boşluqda yerləşmir. Y vəzisi hipofiz vəzidir. Bioloji saat rolunu oynayan vəzi isə nədir? Epifiz vəzidir. Eyni boşluqda yerləşmir. Yox, eyni boşluqda yerləşir. Zaten 3-ü məcburi seçməliyəm. Baxın, ya 3-4 ya 3-5. Baxaq 4-cüyə. X xəstəliyinin ifraz elədiyi, X vəzisinin ifraz elədiyi hormonlardan biri kalsitonindir. Qalxana bənzər vəzi istəyirsinizsə, kalsitonin, triotrianin, bax belə doğrudan da doğru fikirdir. Y vəzisinin ifraz elədiyi hormonlardan biri trioksindir. Y vəzisi hipofiz vəzidirsə, o trioksin hormonu ifraz eləyə bilməz. 3-5 cavabını seçirik. Yanlış bənd olaraq 3-5 cavabını seçirik və keçirik ikinci suala. Yenə deyir ki, X-in yerində yazıla bilməz. Yəni, burada deyir ki, yazıla bilər, yox, bilməzi nəzərə alırıq. X nədir? Həm mitoz bölünmə baş versin, həm meyoz bölünmə baş versin, həm də mayalanma getsin. Biz nə seçməliyik buradan? Söyüddən, qarğıdaldan, günə baxandan görürəm ki, burada mən dişi çiçəklər seçsəm, həm mayalanma, həm mitoz, həm meyoz baş verər. Ona görə söyüdün, amma yazıla bilməz istəyir, düzdürmü? Söyüdün yaşıl çiçəkləri X-in yerinə yazıla bilər. Qarğıdalının qıça çiçək qrupu da olduğuna görə yaz. Amma söyüdün sarımtıl çiçəkləri erkək çiçəklərdir. Mitoz, meyoz getsə də orada mayalanma prosesi getməz. Onu yaza bilmərik. 3 ilə başlayan bənddir. Günə baxanın yalançı, dilci şəkilli çiçəklərində isə nə mitoz, nə meyoz, nə mayalanma getməz. 3-4. Hər ehtimal biz yenə zəncirotunun dilci şəkilli çiçəklərində erkəkcik, dişicik var və mayalanma prosesi gedər. Beləliklə, mən bu bənddə 3 və 4 bəndini seçmiş oldum. Noxud bitkisinin çiçəklərinin düsturlarında çiçək strukturlarının sayı 210-a bərabərdir. Gəlin baxaq. Paxlallar fəsiləsinin çiçək düsturuna baxaq. K5, L5, Y10 və D1. Mən görürəm ki, çiçək düsturunda strukturların cəmi 21 olmalıdır. Və mənə strukturların cəmini 210 verirsə, deməli 10 ədəd çiçək götürüb. Hər bir çiçəyində 8 rüşeym hissəsi var. Mənim 10 çiçəyim var. Hər birində də 8 rüşeym hissəsi var. 80 oldu burada. Və deyir ki, bir çiçəkdə maksimum sayda toxumun əmələ gəlməsini istəyirəmsə, 2 qat mayalanmada neçə hüceyrə iştirak eləyər? Vuraram 4-ə. Cəmi neçə hüceyrə iştirak elirdi? 2 sperm, 1 mərkəzi hüceyrə, bir də yumurta hüceyrə. Beləliklə 320 cavabı
Y bəndində bizə verilib. 4 nömrəli sualları biz DİM-in suallarından, yəni DİM-in test bankından çox işləmişik. Hansı halda böyük A, kiçik B tipli genotipini qamet əmələ gətirmək ümumi qametlərin 2/1-ni təşkil edir. Baxın, burada artıq böyük A, kiçik B yoxdur. Burada da böyük A, kiçik B yoxdur. Burada da yoxdur. Gəlin baxaq. Mən bunu götürsəm, elə bir növ qamet var, o da böyük A, kiçik B-dir. Burada isə qametlərin yarısı böyük A, kiçik B-dir, yarısı kiçik A, kiçik B-dir. Doğrudan da 2/1 oldu mu D bəndini seçmiş olduq. Şirin su hidrasının bədəni neçə qatdan ibarətdir? Şirin su hidrası bədəni 2 qatdan ibarətdir. Xarici qatdan və daxili qatdan 2 cavabını seçirik. İnkişafını qastrula mərhələsində tamamlayanların hamısı 2 qatdan ibarətdir. Sxema əsasən düzgün kəsişmələri müəyyən eləyin deyir. Heterozis effekti nə vaxt müşahidə olunur? Biz bu sualla tanış oluruq ki, heterozis effekti nə vaxt müşahidə olunur? Uzaq hibridləşmə zamanı alınan fərqlərdə üzə çıxa bilərmi? Əlbəttə. Məsələn, qatırda heterozis effektini biz müşahidə eləyə bilərik. Və deyir ki, saf xətlərin çarpazlaşmasından üzə çıxa bilərmi? Bəli. Əvvəlcə saf xətlər alırıq, fərqləri öz-özünə fərdi çarpazlaşma bitkidirsə, heyvandırsa yaxın qohum çarpazlaşması eləyir, sonra saf xətləri çarpazlaşdırırıq. İmbriding nəticəsində alınan fərqlərdə müşahidə oluna bilərmi? İmbriding nəticəsində yaxın qohum çarpazlaşmasıdır. İmbridingdə əksinə keyfiyyətlər zəifləyir, xəstəlik artır. Heterozis effekti isə məhsuldarlığın yüksəlməsidir. Yalnız bitkilərdə müşahidə olunar da səhvdir. 1-2 cavabını seçmiş olduq. Doğru ifadələri müəyyən eləyin. Keyfiyyəti itməsin deyə çox böyüdə bilmirəm. Doğru ifadələri müəyyən eləyin. Beləliklə, somatotrop hormonu istəyir. Somatotrop hormonun çatışmaması immun reaksiyasını zəiflədir. Somatotrop hormonu hipofiz vəzidir. Hipofiz vəzi inkişafı, böyüməni təmin eləyir. Həl-hazırda saxlayaq. Yəni, doğru ifadə kimi. Adrenalin ürək vurğularının sayını artırır. Doğru ifadədir. Adrenalin ürək vurğularının sayını artırır. Histidin amin turşusunun çatışmaması qanda hemoqlobinin miqdarını artırır. Histidin çatışmayanda qanda hemoqlobinin miqdarı azalır da. Adrenalin qanda qlikozanın miqdarını azaldır. Səhv fikirdir. Baxın, adrenalin qanda qlikozanın miqdarını artırmalıdır. Harda 3 və harda 4 cavabı varsa səhvdir. Gəlin silək. Baxın, 3 və 4 var, 4 var, 4 var, 4 var. Gördünüz, doğru cavab bizə artıq bəlli oldu. Birinci cavabı biz saxlamışdıq. İkinci cavab doğru kimi saxlamışıq. Əlbəttə, adrenalin ürək vurğularının sayını artırar. 5-ə baxaq. A vitaminin çatmaması faqositlərin funksiyasını zəiflədir. Bəli, belə bir demək yuxarı sinif kitablarında belə bir cümlə bizə tanışdır. Ağciyər alveollarında qazlar mübadiləsi zamanı aşağıdakılardan hansı baş vermir? Ağciyər alveollarında qazlar mübadilə eləyir, nəfəs almadır və beləliklə gəlin baxaq. Ağciyər kapilyarında venoz qanın arterial qana çevrilməsi. Bəli, nəfəs almada baş verə bilər. Amma hansı səhvdir? Mən səhv axtarıram. Ağciyər kapilyarında oksigenin qatlığı artar. Doğrudur. Oksigenin alveollardan qana keçməsi baş verər. Karbon qazının miqdarının azalması baş verir. Amma ağciyər kapilyarında karbon qazının miqdarının artması olmaz. Zaten bu sualı oxuyan uşaq görür ki, 4 dənə cavab nəfəs almadı. Fərqli cavab burada karbon qazının miqdarının artmasıdır, nəfəs verməyə aiddir. Deməli, mexaniki olaraq C cavabını seçmiş olacaq. Aşağıdakı proseslərdən hansılar sağlam qadında hamiləliyin 3-cü ayın əvvəlindən başlayaraq baş verir? Xatırladım ki, sağlam qadında 3-cü ayın əvvəlindən başlayaraq baş verirsə, artıq döl dövrüdür və cift əmələ gəlməyə başlayır. Baxın, cift əmələ gəlməyə başlayır. Rüşeym uşaqlığın divarına yapışır 6-cı gündən, 7-ci gündən rüşeym gəlir uşaqlığın divarına yapışır. Rüşeym dövrü başlayır, mən bunu götürməyəcəm. Rüşeymdə 2 kameralı ürək yaranarmı? Bu demək 1 aylığında başlayırdı. 1 aylıq rüşeymdə 2 kameralı ürək, yəni 4-5 həftəlikdə. Biz isə artıq 3-cü ayındayıq. Hardasa cinsiyyət bəlli olacaq və döl mərhələsi başlayır, bəli. Xovlardan cift əmələ gələr. 2 götürərəm və 5 götürərəm. Cavab D bəndi 2 və 5 olaraq götürə bilərəm. Hansı xəstəliklərin törədiciləri 8 növ nukleotidə malik ola bilər? Bu sualda bizə demək istəyir ki, əgər siz virus götürsəz, orada 4 növ nukleotit, 4 növ azotlu əsas olacaq. Amma bakteriya götürsəz, 8 növ nukleotit, 5 növ azotlu əsas olacaq. Beləliklə, virus xəstəliklərini silirəm. Baxın, çiçək xəstəliyini sildim.
Harda 1 və 4. 1, 4, 5 var, mən onları silirəm. 1, 4, 5, 4, 5. Baxın, burada da 4 və 5. Baxaq, məndə nə qaldı? 2, 3 və 6 cavabları olaraq seçdim. 1, 2, 1 olduğuna görə bu cavabı da seçmək olmaz. Növbəti suala keçirik. Növbəti sual. Pavlova görə görmə analizatorunun 3-cü hissəsi böyük yarımkürələrinin hansı payında yerləşir deyir. Pavlov deyir ki, görmə analizatoru 3 hissədən ibarətdir. Reseptor, hissi yol və mərkəz. Mərkəz olaraq görmə analizatoru ənsədədir. Baxın, bu ənsədir. Deməli, 3 olaraq cavabını, təpə payı xeyr, baxın, burada bir diqqətsizlik olmuşdu. Ənsə payı cavabını seçmiş oluruq. Təpə payı 3 verir, amma diqqətsizlik eləməyək. Mənim belə diqqətsizliklərim olur. Gəlin baxaq. Ənsə payı cavabını 3 və ənsə payı cavabını seçmiş olduq. Uyğunluğu müəyyən eləyin. Belə suallar son vaxtlar geniş yayılıb. Gəlin baxaq, maraqlı sualdır. Deməli, bunun plasentası var, döş tilinə malikdir. Plasentası var və döş tilinə malikdir. Siz bura yarasa qoyacaqsınız. C bəndi götürəcəksiniz. Plasentası var və su heyvanıdır deyirsə, balina götürəcəksiniz. Deməli, burada mən A götürəcəm. Və delfin də götürə bilərəm. Əlbəttə, delfin də götürə bilərəm. Döş tilinə malikdir və su heyvanıdır istəyirsə, döş tili olsun, su heyvanı olsun, mən quş axtarmalıyam. Pingvin və ördəyi də B və D bəndi olaraq bura seçə bilərəm. Gəlin baxaq, mən demək 1-ə A-yeni işarələdim, 2-yə S-ni işarələdim, 1-ə A-yi, 2-yə S, 3-ə isə B-də C cavabında verilmiş oldu. 13-cü sualda bizə öküz soliteri haqqında verir və öküz soliteri haqqında doğru kəsişmələri müəyyən eləyin deyir. Əsas və aralıq sahibi onurğalı heyvandır. İnək və insan onurğalı heyvandır. Doğrudur. Geoelementdirmi? Yox, bioelementdir. Ona görə 2 cavabını sildiniz. Sonra deyir ki, əsas və aralıq sahibi atmosfer havası ilə tənəffüs eləyir. İstəyir inək olsun, istəyir insan olsun, o atmosfer havası ilə tənəffüs eləyir. Doğru fikirdir. Aralıq sahibinin törətdiyi xəstəlik teniarinxozdur. Yox, burada finnozdur, bir də fasilyozu idi. Ona görə mən 1-3 cavabını seçərəm. A bəndini seçmiş oldum. Lobya toxumu haqqında baxırıq. Lobya toxumu və buğda toxumundan söhbət gedir. Onların arasında oxşar və fərqli xüsusiyyətlər tapacağıq. Taycıqlarda yerləşir, sözsüz ki, siz bunu lobya toxumu üçün götürəcəksiniz. Göbəkçiyə malikdir. Yəni, buğda toxumuna baxsa, siz orada göbəkçik görməyəcəksiniz. Düşünürəm ki, buğda, ehtiyat qida maddəsinin ləpə yarpaqları ilə rüşeymə daxil olur. Göbəkçiyə malikdir. Hələlik bunu saxlayaq. Göbəkçiyə malikdir. Düşünək görək. Göbəkçi hər ikisindədirmi? Ehtiyat qida maddələri ləpə yarpaqları ilə deyirsə, ləpə yarpaqları ilə demək, rüşeymə daxil olur. Yaxşı, bitkinin əsas gövdəsi rüşeym tumurcuğunun hesabına. Bu 4-ü hər ikisinə yazarıq. 4 3-ə aid olar. Beləliklə, sonra baxaq. Bitkinin əsas gövdəsini dedim. Meyvə yanlığı toxumun qabığı ilə bitişikdir. Beləliklə seçdim. Mən hansı bəndləri dəqiqləşdirmədim? Hələ də dəqiqləşdirək. Onu bir də geri qaydaq və baxaq görək. Hansı bəndləri dəqiqləşdirmədim? Göbəkçiyə malikdir. Sözsüz ki, 2-ni mən lobya toxumu üçün götürdüm. 3-də qalmışdıq. Ehtiyat qida maddələri ləpə yarpaqları ilə rüşeymə daxil olur fikrini. Düşünürəm ki, lobya toxumu üçün götürə bilərik. Beləliklə 1-2, demək 1-2 olsun. 1-2, demək 3-5 bax C bəndində mənim dediyim kimidir. 1-2, ikincidə 3 və 5, 4-ü isə, yəni rüşeymin əsas gövdəsi rüşeym tumurcuğundan inkişaf eləyirsə ortaya yazaq. Ulotrixdə hansı hüceyrənin birləşməsindən zigot əmələ gələr? Əlbəttə, 2 qamçılı hüceyrələrin birləşməsindən zigot əmələ gələ bilər. Əgər şibyənin əmələ gəlməsində, bir dəqiqə bu sualı dəqiq görmürəm. Burada bunu silək, kiçik bir işarə qoyaq. Kiçik işarə qoyaq. 2 qamçılı qametlər. Şibyəni əmələ gətirən canlıların biri ən qədim aləmin nümayəndəsi olarsa, söhbət bakteriyalardan gedir və bu şibyə hansı canlıların birgə yaşamasından deməli, bakteriya və göbələk. Hansı bakteriya? Fotosintez eləyən bakteriya ilə göbələk birləşib. Hüceyrəsinin quruluşuna görə biri prokariot, biri də eukariotu doğrudur. Xlorofili fotosintez edici membranda yerləşir. Göy yaşıl yosunlarda fotosintez edici membranda yerləşir. Qırmızı və yaşıl bakteriyalarda sərbəst toplazmada götürürük. Avtotrof yolla qidalanan çox hüceyrəli aid deyil, çünki yosun götürsəz belə yazardınız. Və plazmitlərə malik olan canlı ilə xromatofora malik.
Xromatofor götürürsənsə yosun götürəcəksən, ona görə 4 götürə bilməzsən. 1-2 cavabı doğrudur. 17-ci sualı biz belə tipli suallar çox işləmişik. Düşünürəm ki, çətin sual deyil. Ölü hüceyrələrdən təşkil olunub. Birinci bilirsiniz ki, bax burada ələk var, ələyə bənzər borulardır. İkinci isə ksilema borulardır. Ölü hüceyrələrdən təşkil olunubsa 1-ə yazırsınız. Canlı hüceyrələrdən təşkil olunubsa bu hissəyə yazırsınız. Ötürücü toxumanın bir nümayəndəsidir hər ikisinə. Qeyri-üzvü maddələri ötürür. Əsasən ksilema boruları. Gövdənin qabıq qatında yerləşir deyirsə, bura yazacaqsınız 5. Və yarpağın damarlarında rast gəlinir. Hər ikisinə yarpağın damarlarında rast gəlmək olar. Deməli, 1-ə 2, 5, demək 3-ə 3, 6, 1, 4 A bəndində doğru verilib. Düzgün uyğunlaşdırma etdimsə, inşallah ki, bir nöqsan olmadı. Yəni, uyğunlaşdırmanı dedim. Uyğunluğu müəyyən eləyin. İnterfazadır, profazadır, anafazadır. Hüceyrə orqanoidlərinin sayı artır. Əlbəttə, siz bunu interfaza üçün götürəcəksiniz. Bölünmə vətəri yaranmağa başlayır. Siz bunu profaza üçün götürəcəksiniz. B bəndini bura aid eləyirsiniz. Bölünmə vətəri yaranmağa başlayır. Və beləliklə, sonra deyir ki, nə deyir? Bölünmə vətəri yaranma, DNT kiləşir. DNT kiləşir, biz bunu götürəcəyik nə üçün? Demək, C bəndi, interfazanın sintetik mərhələsində DNT kiləşirdi. Xromosomların sayı 2 dəfə artır. Demək, bu anafazadadır. Ona görə mən bunu xromosomların sayı 2 dəfə artır. D bəndini anafazaya yazıram. Və deyir, DNT sapları spirallaşır. DNT saplarının spirallaşmasını isə mən götürəcəm, demək, Y bənd, B bəndində profazada. Beləliklə, gəlin baxaq. 1-ə AC olsun, 2-yə B və Y olsun, 3-ə də D olsun. 1-ə AC olsun, 2-yə BY, 3-ə D, B bəndində bizə verilib. Gəlin baxaq. Cədvələ əsasən sağlam qadında mayalanmada bilavasitə iştirak edən qametlərdə X və Y cinsi xromosomların sayını müəyyən edin. Və deyir ki, cift 3 dənədir. Baxın, cift 3 dənə götürürsünüzsə, gəlin baxaq. 1, 2, 3 dənə cift götürdüm. Bu sizə nəyi deyir? Bu onu deyir ki, uşaqlar müxtəlif yumurta əkizləridir. Somatik hüceyrənin bir nüvəsində 23 xromosom müxtəlifliyi var. Yaxşı, 23-dürsə bu qadındır. Somatik hüceyrədə. Amma somatik hüceyrənin bir nüvəsində 24 dənə olan döl 2 dənədir. Deməli, 2 dənə də oğlan götürəcəksiniz. XY burada, XY də burada. Cift sizə kömək eləyir ki, müxtəlif yumurta əkizləri olduğunu nəzərə alasınız. Beləliklə, X və Y qametlərinin sayını istəyir. Gəlin, baxaq. Burada 2 dənə X-iniz var, 3 və 4 dənə X-im var, 2 dənə də Y-im var. 4 dənə X, 2 dənə Y D bəndində verilib. Amoniakı nitrat turşusuna qədər oksidləşdirən nitrafikasiya bakteriyalarıdır. İnsanın skeletində həm kəllə, həm gövdə, həm də ətrafların skeletinə bölünür. Və buna aid sümüklər hansı bənddə doğru verilib? Kəllənin skeletinə istəyirsinizsə, baxın, alt çənə də götürə bilərsiniz, gicgah da götürə bilərsiniz. Və gövdənin skeletinə aid deyirsə, kürək sümükləri gövdənin skeletinə aid deyil. Deməli, qaldı nə? C bəndi, gicgah, fəqərə və ətrafların skeletinə incik sümüyü, bəli, qamış incik sümüyü ətrafların skeletinə aiddir. 22-ci suala baxırıq. Vəbanın törədiciləri bakteriyalardır. Bu mənim sevdiyim bir sual oldu. Vəbanın törədiciləri bakteriyalardır. Keçiriciləri düşünürəm ki, milçəklər olar ya da hər hansı bir həşərat. Əgər vəbanın törədicilərini həşərat olduğundan milçəklər deyilsə, mən çox güman 99% vəbanın törədiciləri milçəklərdir. Leşmaniyanın törədiciləri bir hüceyrəlidir. Heyvandır da, bir hüceyrəlidir və keçiriciləri isə mığmığalardır. Malyariyanın törədicisi yenə bir hüceyrəlidir, heyvandır və keçiriciləri isə ağcaqanadlardır. Gəlin baxaq. Y, N və K. Y, N və K keçiricilərdir. Eyni aləmə aid ola bilməz. Hansı həşərat götürürsünüz götürün, onlar eyni aləmə aiddir, heyvanlara aiddir. Sonra X və Y eyni aləmə aid ola bilməz. X nə götürdüm? Bakteriya götürürəm, Y milçək götürürəm. Bəli, X və Y eyni aləmə aid ola bilməz. Biri bakteriya aləminə aiddir, biri heyvanlar. Digərlərinə baxaq. Z və K. Z-ə baxırıq. Z heyvandır, bir hüceyrəlidir. K nədir? K da heyvandır. Eyni aləmə aid ola bilməz. Amma eyni aləmə aiddirlər. X, M və Z. X, M və Z törədicilərdir. Eyni aləmə aid ola bilməz. Deməli, eyni aləmə aid ola bilər deyir.
Halbuki bakteriyalar heyvanlarla eyni aləmə aid deyil. X və N eyni aləmə aid ola bilər. Bakteriyalarla heyvan, demək burada B bəndi daha məqsəd uyğundur. Növbəti suala baxırıq. Şəkildə göstərilən balıq üçün hansı ifadələr doğrudur? Qəlsəmə qapağı olmur. Əksinə xanı balığıdır, qəlsəmə qapağı var. Qarın aortasında arterial qan olur, səhvdir. Qarın aortası arteriya desə də venoz qandır. Cüt üzgəclərinin sayı tək üzgəclərinin sayına bərabərdir, doğrudur. Onurğa sütunu 4 yox 2 şöbədən ibarətdir. Ürək boşluğunda venoz qandır, gövdə fəqərələri qabırğalara birləşir. 3, 5 və 6 cavabları doğrudur. Verilən canlılar üçün orta xüsusiyyət müəyyən edin. Xərçəng və kəpənək. Deməli, boğmayaqlılar tipinə aiddir, amma ayrı-ayrı nədir? Ayrı-ayrı siniflərə aiddir. İfrazat sistemi ilə həzm sistemi əlaqədardır. Xərçəngin malpighi boruları yoxdur. Mürəkkəb gözləri varmı? Bəli, hər ikisinin mürəkkəb gözləri var. Düzünə inkişaf sən kəpənək üçün götürə bilməzsən. Ürəyində arteriya damarının çıxması. Bəli, götürə bilərsən, çünki hər biri boğmayaqlının ürəyinə gələn damar olmasa da, ürəyindən arteriya damarı çıxır. Və növbətiyə baxırıq. Bir dəqiqə. Növbətiyə baxırıq. Qanın oksigen daşımasını kəpənək üçün deyə bilmərik. Çünki onun qanı oksigen daşımır. Hemolimfalar oksigen daşımır. Boğumlu ətraflar 2, 4 və 6 bəndləri doğrudur. Podagra və ateroskleroz haqqında danışırıq. Son zamanlar podagra daha çox düşür. Gah situasiya düşür, gah suala. Yenə baxın, gəldi, xəstəliklər düşdü. Baxırıq və doğru bəndi müəyyən edin ki, hansı hərf harda doğru göstərilib. Gəlin baxaq. Qanda sidik turşusunun miqdarı artır. 1 doğrudur. Damarların içərisi yağa bənzər maddə ilə örtülür. 2 səhv yerdə göstərilib. Bunu ateroskleroza verməlidir. Əl və ayaqlarda iltihaplaşma. Bəli, sidik turşusu olarsa əldə və ayaqda iltihaplaşma ola bilər. 3 də doğrudur. Dayaq hərəkət aparatının xəstəliyidir. Ateroskleroz dayaq hərəkət aparatının xəstəliyi deyil. Damar kirəçləşməsidir. Xolesterolun miqdarının artmasının nəticəsində yarana bilər. Doğrudur. Xolesterolun miqdarı çox olanda damar kirəçləşir. İlkin təsvirini Sydenham vermişdir. Sydenham. Doğrudur, amma podagranın ilkin təsvirini verib. Bu isə həm ateroskleroza, həm də ona verir. Beləliklə 1-3-5 bəndini işarələmiş olduq. Növbəti 26-cı suala keçirik. Hidrogen rabitəmizin sayı 10.000-dir. Adenin nukleotidi 2.000-dir. Adenin 2.000-dirsə, uyğun olaraq 2.000-də siz timin götürəcəksiniz. Onu da vurğulayaq ki, keçən dəfəki DNT məsələsindən qat-qat asandır. 2 qat hidrogen rabitələrinin sayı, yəni X-ını 2000 götürəcəksən. Gəlin baxaq. Bizdə belə bir düstur var idi. Hidrogen rabitə bərabərdir. Nukleotidlər üstə gələk guanin düsturunu götürür. Düzdürmü? Yaxud da ki, belə bir düsturumuz var idi. Hidrogen rabitə bərabərdir. 2 adenin üstə gələk 3 guanin düsturundan hesablayaq. 2 adeninin yerinə 4000 yazaram. 10.000-dən gəlin bunu 10.000 eləyək. 4.000-i çıxaram. 6.000-im qalar. Bunu da tapmaq üçün təzdən 3-ə bölərəm. Sən demə 3 qat hidrogen rabitələrim, yəni guaninim də elə 2000 imiş və X üstə gələk Y istəyir. 2000 üstə gələk 2000, 4000 cavabını almış olduq. Keçən dəfəki DNT məsələsindən asandır. Növbəti sonuncu suala keçirik. Həmişə era və dövrlər demək, qəbul suallarına mütləq ya 1 ya 2 sual mütləq düşür. Demək, burada bir qədər bozluq var, yəni bir qədər yaxşı düşməyib. Amma yenə də oxumaq olur ki, 1 paleozoydu, 2 mezozoy, 3 də kaynozoydu. Gəlin baxaq, era və dövrləri uyğunlaşdıraq. Beləliklə, deyir ki, paleozoy erasında nə baş verir? Çılpaq toxumlar meydana çıxar, steqosefallar meydana çıxar. Vaxt itirmirəm, 1-ə AY yazıram. Mezozoy erasında nə baş verər? Uçan onurğalıları yazaram. B. Çünki uçan onurğalılar yuradadır. Beləliklə, C bəndində nə verir? Toxumlu qıcıların yox olması triastaydı. Toxumlu qıcıların yox olması. Və kaynozoya nə qaldı? D bəndi olaraq qaldı və beləliklə mən D bəndini götürmüş oldum. A, Y, B, C və D bəndlərini götürmüş. Və növbəti situasiya sualına gəlirik. Rusiyada seleksiyanın ən uğurlu nəticələrindən biri Arlov atının alınmasıdır. Arlov atının alınmasında Danimarka atından istifadə olunur və deyir ki, baxın, nə ilə hibridləşdirir.
və hər bir canlının, qeyd eləyək ki, hər bir canlının diploid xromosom dəsti 2n66 olduğunu göstərir. Danimarka atını biz ərəb atı ilə çarpazlaşdırırıq. Ərəb atı, amma erkək. Burada erkək işarəsi yazaq. Ərəb atının erkəyi ilə və hibrid alır. Alınan hibridləri erkək olur. Hibridlər erkək olur. Bir də deyirəm, erkəkləri Hollandiya atının dişiləri ilə çarpazlaşdırırıq. Burada Hollandiya atının dişiləri yazaq. Və hər şeyi yerinə yazdıq. Arlov-Löfəm at cinsinin alınmasında metodiki seçmənin, baxın, metodiki seçmənin hansı formasından istifadə olunur deyirsə, metodiki seçmə deyirsə, fərdi seçmə yazmalısınız. Çünki metodikinin fərdi ya da kütləvi forması var. İstifadə olunmuşdur, yazdıq. Bu canlıların fenogenetik sıralarını ilk dəfə Kovalevski vermişdir. Kovalevski yazırıq və təkamüldə onların neçənci barmaqları rudiment halda qalmışdır. Biz bilirik ki, atda 1-ci, 5-ci barmaqlar tamamən reduksiya uğrayıb, 2-ci və 4-cü barmaqları rudimentdir. Hətta bunlara Grifel sümükləri də deyilir. Cədvəldə vərəqləri tamamlayın deyir. Bax, burada cədvəldə şagirdlərin dediyinə görə ərəb atında və Hollandiya atında olan demək, xromosom müxtəlifliyini soruşur. Çox güman ki, A-da və demək, ərəb atındadırsa, baxın, burada 33-dürsə, xromosom müxtəlifliyi 34 götürəcəksiniz. Hollandiya atının xromosom müxtəlifliyini soruşursa, mən görmürəm bunu. Hollandiya atının xromosom müxtəlifliyini görürsə, 33 götürəcəksiniz, çünki onlar dişidir. Beləliklə, 33 Hollandiya. Əgər hibridin xromosom müxtəlifliyini soruşarsa, o erkək olduğuna görə hibridin də xromosom müxtəlifliyi 34-dür. 30-cu sualı ümumiyyətlə görmürəm orada nə olduğunu. Amma şagirdlərin dediyinə görə və etalon cavablar hələ bəlli olmasa da, yenə deyirəm, 30-cu sualı görmədiyimə görə mən orada şərh verə bilmirəm. 30-cu sualda çox güman ki, 8 və 4 cavabları yazılmalıdır. Yenə abituriyentlərin və şagirdlərin dediyinə görə. Beləliklə, əziz abituriyentlər və müəllimlər, biz artıq suallara izah verdik. Çox sağ olun, diqqətinizə görə sağ olun, təşəkkür edirəm.